Aşıq Samirə Əliyeva yeni ili övladları ilə Dubayda qeyd etdi. İsti ailə fotoları izləyicilərin qəlbini fəth etdi. Tanınmış aşıq və sənətkar Samirə Əliyeva 2026-cı ilin ilk günlərini ailəsi ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarşılayıb. Sənətçi yeni il istirahətindən unudulmaz anları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Paylaşılan fotolarda Samirə Əliyeva ilə yanaşı onun 2 övladı, qızı və oğlu da yer alıb. İstirahət görüntülərində ailənin səmimi və isti abu-havası diqqətdən yayınmayıb. Əl-ələ yanaşı çəkilən fotolar həm sənətkarın ana kimi qayğıkeşliyini, həm də ailəyə verdiyi dəyəri bir daha nümayiş etdirib. Qeyd edək ki, Samirə Əliyevanın qızı hazırda Rusiyanın paytaxtı Moskvada ali təhsil alır. Buna baxmayaraq, yeni il üçün ailə Dubayda bir araya gələrək birlikdə olmağın sevincini yaşayıb. Sosial şəbəkə izləyiciləri sənətçinin paylaşımına yüzlərlə bəyəni və xoş sözlərlə dolu şərhlər yazıblar. Onlar Samirəyə ailə səadəti, o övladlarına isə uğurlu gələcək arzulayıblar.